Ortaya çıxan peyğəmbərlər nədən törəyib və onların məqsədi nədir? Son illərdə sosial şəbəkələrdə yeni dini cərəyanlar yaranıb. Mövzu ilə bağlı Today Press TV-yə danışan ilahiyyatçı Tural İrfan bildirib ki, məsələnin kökündə həm tarixi, həm də müasir geosiyasi faktorlar dayanır. Onun sözlərinə görə, İslam mahiyyət etibarilə dəyişən, zaman və məkan şərtlərinə uyğunlaşa bilən dindir. Lakin orta əsrlərdə formalaşmış istismarçı ruhani sinfi bu reform özəlliyini İslam dinindən ayırdı. İlahiyyatçı əlavə edib ki, bu proses nəticəsində dinin mahiyyətindən uzaqlaşma baş verib və xurafat elementləri güclənib. Stat: beləcə geriçilik, elmdən uzaqlaşma, xurafata meyil artdı. İnsanlar real həyatdan uzaqlaşıb, qeybdən mehdi gözləməyə, müxtəlif obrazlara xilaskar rolu verməyə başladılar. Yaranmış bu zəifliklərdən xarici qüvvələr də istifadə edib. Həmçinin İslama düşmən olan kənar qüvvələr bu işartılardan məharətlə istifadə edib müsəlmanları saysız təriqət və məzhəblərə böldülər. Əsas böyük iki qrup, Sünni və Şiə yarandı və sonradan bu qrupların daxilində də parçalanmalar dərinləşdirildi. Statın sonu. Tural İrfan xüsusilə Əhmədi Sülh və Nur dini kimi təqdim olunan cərəyanla bağlı ciddi iddialar səsləndirib. Onun sözlərinə görə bu qurum ABŞ-nin İraqı işğal etdiyi dövrdə formalaşdırılıb. Məqsəd isə əsasən Şiə icmasını parçalamaq və siyasi təsir gücünü zəiflətmək idi. Stat: güya yeni bir mehdi zühur edib, yeni din gətirib və dini qaydaları dəyişib. Bu cür cərəyanlar əsasən dini bilikləri zəif olan insanları hədəf alır. Təəssüf ki, belə qruplar əsasən sadəlövh və dini savadı zəif olan insanları cəlb edir. Qurandan və İslamın mahiyyətindən xəbərsiz şəxslər bu təsirlərə daha tez düşür. Statın sonu. Mütəxəssis vurğulayıb ki, bu kimi hərəkatlar dini mətnləri və prinsipləri öz məqsədlərinə uyğun şəkildə dəyişdirir. Tural İrfan sonunda qeyd edib ki, ənənəvi dini yanaşma qorunmalıdır. Qurana görə sonuncu din İslamdır. Nə qeybdən yeni xilaskar gələcək, nə də yeni din yaranacaq. Ona görə də bu kimi qondarma cərəyanlara qarşı diqqətli olmaq lazımdır.